Deməli, əziz tələbələr, mövzumuz çoxüzlülərdən kub və paralelipipeddir. Mövzu 9-cu sinif həzmini əhatə eləyəcək. Qeyd edim ki, 11-lər üçün çoxüzlüləri tam əhatə eləməsə də, 11-lərin buraxılışa gedilən tələbələr üçün də yararlıdır. Yəni, kim ki çoxüzlülərdə zəifdir, məhz buradan öyrənə bilər. Birinci figurumuz bizim kubdur. Kubu biz əzbərləmirik heç bir xüsusiyyətini. Yalnız dəniz başa düşürük ki, söhbət nədən gedir? Deyək ki, bizə bir kub verilir. Deməli, biz kubu bir daha təkrarlayıram, anlamalıyıq. Nədir? Anladığımız təqdirdə də nəsə eləyə bilərik? Qırıq-qırıq çəkdiyim arxa hissədir. Hər bir kubun təpə nöqtəsi var. Təpə nöqtəsi. Və tələbə nəyi dərk eləməlidir? Təpə nöqtəsi sayı. Təpə nöqtəsi sayı neçə nədir? Bunu əzbərləmir. Görür ki, 4 dənəsi haradadır? Aşağıdadır. 4 dənəsi yuxarıdadır. Deməli, təpə nöqtə sayı neçədir? 8-dir. 8 təpə nöqtə var. Bu xəttə biz til deyəcəyik. Til. Kubun ümumiyyətlə bütün tilləri eyni uzunluğa malikdir. Bütün tillər bərabər uzunluqdadır. Deməli, bütün tillər nədir? Bərabər uzunluqdadır. Yəni, bunun uzunluğu tutaq ki, 5 santıdırsa, bu da 5'dir, bu da 5'dir, bu da 5'dir. İndi, tillərin sayını təyin eləyək. 1 til, 2 til, 3, 4. 4 dənə yan til var. Bunlara oturacaq deyirlər uşaqlar. 4 dənə oturacaqdadır. Burada da oturacaq var. 4 dənə də aşağıda. Ümumilikdə neçə oldu? Kafamızı işlədirik və dərk edirik ki, bunun 12 tili var. Bura biz üz deyəcəyik. Üz. Və fikir versəz, kubda bütün üzlər kvadratdır. Bu sizə nəyə kömək eləyəcək? Kvadrat haqqında nə bilirdinizsə, burada istifadə eləyə biləcəksiniz. Yəni, məsələn, kvadrat haqqında bilirdiniz ki, kvadratın diaqonalı onun tərəfindən kökdə 2 dəfə böyüdür. Bu səbəbdən də hər hansı bir üzün diaqonalı və ya oturacağın diaqonalı, bu diaqonalların hər biri kökdə 2 A-dır. Əgər bura A-dırsa, bura kökdə 2 A-dır, bura kökdə 2 A-dır. Oturacağın diaqonalıda. Ancaq kubun özünün də diaqonalı var. Buradan bura kubun diaqonalıdır. Və bunu da başa düşməyə çalışmaq lazımdır. Belə diaqonaldan burada 4 dənədir. 1, biri buradan bura 2, biri buradan bura 3, biri buradan bura 4. Kubun 4 diaqonalı var. Kubun diaqonal sayı yəni kubun üzünün diaqonalı ilə özünün diaqonalını səhv salmırsınız. Bax, bu diaqonal kök 3 A-dır. Və 3 dənə də ardıcıl anlayış və kub məsələsi bitmişdir. Bunlar hansılardır? Kubun yan səthi var uşaqlar. Biz bilirik ki,
yan səttində 4 dənə üz var. Kimsə görə bilmirsə. İkisi buradadır. İkisi buradadır. İkisi burada. İkisi burada. Məntiqimizi işlədirik. Kubun yan səttində 4 üz var. Ona görə 4S-dir. Bu S bir üzün sahəsidir. Bir üzün sahəsi aydındır ki, nəyə bərabərdir? A-nın kvadratına. Niyə? Çünki kvadratın sahəsi A kvadrat. Bu səbəbdən də yan səth 4A kvadratdır. Kubun səttinin sahəsi isə hamısını götürürsən. Neçə dənədir burada? 4 dənə yandadır. Biri üstdədir, biri altdadır. Deməli, nə qədər elədi bu? 6S. Və ya indi burada bir dənə də fokusa bax. D nəyə bərabər idi bizdə? Kökdə 3A. Onda D-nin kvadratı nədir bizdə? Kökdə 9-dan 3 çıxacaq da, düzdürmü? 3A kvadrat. Bu 3A kvadratdırsa, S tam 6A kvadratdırsa, bu 3A kvadratın, bu sizə nə deyir? Bu daha yarısı da bu böyüdür. Deməli, S tam nəyə bərabər olacaq? Belə bir düstur verək. 2D kvadrat. Diagonalın kvadratının 2 qatı. Buna da bir qoş. Keçdik. Növbəti atdı. Həcmi. Kubun həcmi də uşaqlar tirinin kubu ilə ölçülür. A kub. Vəssalam. Bir fiqurumuz hazır. Nə sual düşsün tələbə. Sən əgər anladınsa nə deyildi? Məsələ anında bitəcək. Məsələn. Deyəcəklər ki, kubun diagonalı 15'dir. Onun tam səttinin sahəsini tap. Sən də anlamısan ki, tam səttin sahə düsturu nədir? 2D D'nin kvadratını tapacaqsan. 225. Burası onun neçəyə? 2'yə. Nə qədər elədi? 450. Yəni, nə misal salırsa alsın kubdan, havayı sual olacaq. Nə misal salırsa alsın, havayı olacaq. Sözsüz ki, biz öz sınaqlarımızda veririk. Həmçinin bu sualları, proqnoz suallarımızda da deyəcək ki, nə düşə bilər. Ancaq kub ən asanlarından biridir. Bundan biraz çətin, düzbucaqlı paralelipiped. Ya kub düşəcək, ya düzbucaqlı paralelipiped düşəcək. Söhbət 9'ların buraxılışından gedir. 11'lər üçün ard da düşə bilər, piramida falan da düşə bilər. Tetraeder da düşə bilər. Deməli, paralel epiped sözü ilə birləşdirdik. Dəniz. Paralel epiped sözünü dedik. Paralelipipedin cüzi bir fərqi var. Biz o fərqi hiss eləməliyik. Paralelipipedin kubdan fərqi nədir? Burada 3 ölçü var. Var n, var uzunluq, var hündürlük. Fikir verin. Bizdə kubda bütün tillər nə idi? Bərabər idi. Amma burada belə bir şey keçərli deyil. Bütün tillerin bərabərliyi keçərli deyil. Yaxşı. Baxaq görək. N işarəliyək A ilə, uzunluğu işarəliyək B ilə, hündürlüyü işarəliyək C ilə. H ilə də işarələyə bilərik, C ilə də işarələyə bilərik. Deməli, tələbə nəyi dərk edir? Yenə də təpə sayı neçədir?
8. Təpə sayı 8'dir. Til sayı yenə də 12'dir. Üst sayı 6'dır. Amma tələbə nəyi dərk eləməlidir üzlərdə? Bax, bu üzdür. Bu üzün təkrarı buradadır. 2 dənə bax təkrar üzlərdir. Məsələn, buranın sahəsi A vur S-dirsə, buranın da sahəsi A vur S-dir. S deyəndə üz üstünə burada nə demişik? C. A vur C. Məsələn, burayla bura təkrardır. Bu tərəflə də Qasım. Bu ön hissə ilə də. Bəli, daha arxanı qışdırıqləmirəm. Arxa hissə nədir? Bərabərdir. Yəni, eyni boydadılar, bütün ölçüləri eynidir, sahələri eynidir. Deməli, biz başa düşürük ki, düzbucaqlı paralellepipedləmə üst sayı 6'dır. Oturacağı düzbucaqlıdır bunun. Bütün ümumiyyətlə üzləri düzbucaqlıdır. Bütün üzlər nədir? Düzbucaqlıdır. Və bu düzbucaqlı üzlərdən məsələn, oturacağın perimetrindən danışsaq, perimetri necə tapılacaq? A üstə gəl, B vur 2. Oturacağın sahəsindən danışsaq, A vur B. Yan səttin sahəsindən danışsaq, indi görün necə tapacaq yan sətti. 2 dənə bu üzdür yanda, 2 dənə də bulardır. Bu ikisi A vur S'dir. Bu ikisi isə B vur S'dir. Olur 2 dənə AC, 2 dənə də uzaq başı buradan uşaqlar 2 S'ni çıxardarsınız mötərizə xaricinə. Nə qalar? İndi bu A üstə gəl B ilə 2'yə diqqət eləsəz, bu nə verir onsuz da? Oturacağın perimetrini verir. S də bizdə nədir? Hündürlük. Onda belə çıxdı ki, yan səth perimetri oturacaq, vur hündürlük. İndi keçək tam səthi tapaq. Bunların düsturlarını əzbərləməklə irəli getmək heç cür mümkün deyil uşaqlar. Yalnız dərk eləməklə. İndi sınaqlarımızda da göstərəcək ki, yalnız dərk eləməklə nəsə çıxartmaq olar. Tam səth nədir? Aydındır ki, bu yan səttin üzərinə 2 dənə də nəyə gəlmək lazımdır? S yanın üzərinə 2 dənə də oturacaq gəlmək lazım. Burayla bura oturacaqdır. Deməli, bizdə həmin o tam səth nəyə bərabərdir? 2 dənə AB, 2 dənə AC, 2 dənə də uzaq başı buradan 2'ni çıxarda bilərsiniz. Deyə bilərsiniz ki, 2 vur AB, AC, EC. Bu da sizin tam səth. Bəs həcm necə tapılacaq? S oturacaq. Vur, nə? Hündürlük ya da belə bir düstur. A vur B vur C. Uşaqlar, oturacaq nəyizə tapılırdı? A vur B. Hündürlüğü neydi? C. Bu da paralellepipedin düsturları. Burada da istənilən məsələni həll edə biləcəksiniz. Bir dənə burada sizə çətinlik törədə bilən diaqonal ola bilər. Paralellepipedin diaqonalının kvadratı A kvadrat üstə gəl, B kvadrat üstə gəl, C kvadrat. En uzunluq hündürlüklərin kvadratlarını toplayırsan, nəyi əldə edirsən? Diaqonalın kvadratını. Əgər aydındırsa uşaqlar, burada dayandırdıq bunu.